Herkese salamlar dostlar. Bugünkü videomda sizə Lucid Trading haqqında məlumatlandırıcı bir video çəkəcəm. Lucidin qaydaları, payout sistemi, planları haqqında qısa çalışacağım bir məlumatlandırıcı video olsun. Deməli, Lucidin əsas 3 dənə planı var. Lucid Flex'dir, Lucid Pro, bir də Lucid Direct. Lucid Flex planlar cəhətdən baxanda ən ucuz sayılır. Bir də ki, funded phase-də consistency yoxdur. Lucid Pro-da isə yəni tez keçib, tez payout almaq mümküniyyəti var. Yəni hesabı bir gün ərzində keçib, sonra funded phase-də 3 günə payout çıxara bilərsiniz. Direct'dəki instantdır, yəni alan kimi funded hesab olur. Sadəcə consistency qaydası var, 20% consistency qaydası var. Yəni vaxt daha yenə 5 günə payout ala bilərsiniz, sadəcə consistency çox aşağıdır. Yəni ümumiyyətlə bu hesablarda ilk öncə evaluation mərhələsindən başlayırsınız. Yəni simulasiya hesablar olur bunlar. Yəni simulasiya dedikdə, yəni demo hesablar, real pul deyil bu. Burada sadəcə sizin bu evaluation keçməyiniz üçün planlardan fərqli olaraq qaydaları olur. Bu qaydalara uyğun siz hesabları keçərək funded hesabı keçirsiniz. Funded hesabı keçəndən sonra da ki, həmin bu funded hesabdan, həmin simulasiya hesabından, demo olan hesabdan real pul çıxara bilirsiniz. Bunu 5 dəfə təkrarladıqdan sonra da ki, sizi keçirirlər live-a. Ümumiyyətlə, yəni evaluation-da başlayır, hesab sonra funded, sonra da live, sonuncu mərhələ. Planlara baxdıqda isə mənim fikrimə görə ilk başlayan üçün ən yaxşısı Lucid Flex-dir. Çünki qaydaları sadədir, evaluation-ı keçmək də rahatdır. Yəni elə bir həm də ki ucuzdur. Qiymət cəhətdən də o birlərə baxanda daha ucuz sayılır. Bu Lucid Pro isə daha çox məsləhət görərdim daha profitable olan adamlara. Mən profitable olsam belə də, yəni Lucid Pro-dan istifadə eləmirəm. Eləmişəm, sadəcə mənim trading stilimə uyğun deyil. Mən Lucid Flex-dən həmişə istifadə eləmişəm. Ümumiyyətlə tək Lucid Flex yox, Lucid Flex-dən qabaq, Luciddən qabaq Top Step-dən istifadə edirdim. Top Step-də olan qaydalardır bu. 50% consistency ilə hesabı keçdiniz. 3000 profit targeti vurdunuz. Funded hesabı keçirsiniz. Funded hesabdakı consistency olmur artıq. Lucid Pro isə sadəcə yəni daha tez payout çıxarmaq mümküniyyət verir. Yəni hesabı bir günə keçib 3 gün oradan payout çıxara bilirsiniz. Yəni 4 trading günü ərzində payout çıxara bilərsiniz. Elə bir mümküniyyət var. Lucid Direct-dəki yəni şəxsən mən yəni fikrim var almaq Lucid Direct kimi. Çünki evaluation-a vaxt sərf eləmirəm. Consistency aşağı olsa belə də ki, yəni yavaş-yavaş hesabı qaldırıb payout çıxarmaq olar. Yəni Lucid Direct yəni belə sıralama eləsəm, birinci Lucid Flex-i qoyardım. İkinci Lucid Direct, üçüncüdəki Lucid Pro. 50K-nın 50 minlik hesabın Lucid Flex-dəki qaydaları profit target olur, profit hədəfi $3000. Maksimum zərərdəki $2000 olur. Bu trailing end of the day necə işləyir? Yəni tutalım deyək siz hesabda $1000 profit elədiniz. Sizin hesab başlayanda 50.000 hesab. Sizin maksimum zərəriniz $2000 da olur. Tutaq mən birinci gün $1000 profit elədim.
bu həmin o zərər, maksimum zərər 48 mindən qalxır 49 minə, mənim hesabım olur 51 mində. Yəni günün sonunda mənim maksimum zərərim də profitimlə bir yerdə qalxır. Amma tutalım deyək 52.500 elədiniz. 52.500 eləyəndən sonra o sizin o maksimum zərəriniz gəlir hesabın hardan başlamısınız orada qalır. Elə bil 2500 profitdə olsaz, maksimum loss 50.000 olacaq. Hesab 50.000 düşsə hesab bağlanacaq. Tutalım 54.000 olsa hesab yenə də 50.000-də qalacaq. O qalxmayacaq artıq. 2000-dən sonra o da qalxmır. Consistency-dəki sizin tutalım deyək 3000 profit targetiniz var. Sizin ümumiyyətlə maksimum eləyə biləcəyiniz profit 1500-dür. 3000-in 50%-i 1500 eləyir. Yəni 1500-1500 2 gün ərzində keçmək olar hesabı. Günlük loss limiti yoxdur, yəni günlük zərər limiti. Pro-da var, 1200 olmalıdır mən bilən. Amma Flex-də yoxdur elə bir şey. Minimum trade günü, yəni 2 gün ərzində keçə bilərsiniz. Profit split-dəki sizin funded hesabdan pul çıxarandan sonra 90% sizə gəlir, 10% şirkət götürür, kəsir. Payout qaydalarındakı funded phase-də 5 dənə 150 dollarlıq profitable gün lazımdır. Minimum payout 500 dollardır, maksimum payout da ki 2000 dollardır. Ümumidəki həmin hesabdan, funded hesabdan 5 dəfə payout çıxara bilərsiniz. O payout çıxarandan sonra 5-ci sizə şirkət böyük ehtimal real öz pulları olan hesaba qoşacaqlar. Oradan trade eləyəcəksiniz. Yəni şirkətin pulu ilə. Demo hesab olmayacaq artıq, live hesab olacaq. Profit split'dəki dediyim kimi 90% sənə qalır, 10%-dəki şirkət özü kəsir. İndi gəlin keçək Lucid-dən ümumiyyətlə payout prosesi necə olur və indi soruşarsınız ki, niyə top step istifadə eləmirsən, Lucid-dən istifadə edirsən. Onların hamısını başa salım. Baxın, gördüyünüz kimi indi funded hesabımda 5290 gəlir eləmişəm. 5 günün 5-i də tamamdır. Yəni bu günün sonunda mən bu hesabdan maksimum payout çıxara biləcəm. Üstündə də ki cushion qalacaq. Yəni bunun 2000-ni çıxarananda burada 3300 dollar pul qalır. Yəni mən onu yenə qaldırıb yenə çıxara biləcəm. Payout qaydasına gələndə də deyəndə ki, bu tamam olandan sonra sadəcə payout bölməsinə girirsiniz. Buradan öz şəxsiyyət vəsiqəsi və yaxud pasportla kimliyinizi təsdiq edirsiniz və sizə bundan sonra payout çıxarandan sonra payout çıxarmamışdan qabaq sizə Work Market platformasından e-mail gələcək. Bu həmin e-maildən siz doldurursunuz bütün Work Market-ə aid olan. Gəldikdə isə sizə sadəcə oradan mail atacaqlar. Həmin o maildən linkə girib buradan hesab yaradacaqsınız. Hesab yaradandan sonra sizə buradan yaşayış yerinizi istəyəcəklər. Yaşayış yerin təsdiqini, yəni bunu bank statementlərdən götürə bilərsiniz və yaxud qaz, işıq pul ödəyirsinizsə onun çekini göndərə bilərsiniz və s. Buradan çıxarışa gələndə isə Lucid buradan Work Market-ə çox tez atır. Yəni 1 saat ərzində payout vurandan sonra gəlir Work Market-ə oturur. Work Market-ə oturandan sonra burada Manage Payment Accounts var. Buradan sizə girib sadəcə Add Payment Account-a basırsınız. Mən bank account yaratmışam deyə mən ikinci bank hesabı yarada bilmirəm. Bu bank hesabında hər şeyi doldurursunuz. Bank hesabına aid IBAN-ı, Swift kodunu, hər şeyini doldurandan sonra sizin avtomatik o hesabı oturur. Yəni pul Work Market-ə gələn kimi
Buradan çıxır, bir gün ərzində də ki, bank hesabınıza oturur. Yəni bu qədər sadə. Orada başqa, yəni ki, Lucid payout sistemində elə çətinlik yoxdur, həm də ki, çox tezdir. Rahatlığına görə də ki, yəni insan oturub saatlarla gözləmir payoutu. İndi top stepə gələndə də isə, məsəl üçün, baxın, mən burada vurmuşam aprelin 20-si, aprelin 20-si gəlib Work Marketə, Work Marketdən də ki, bir gün ərzində hesabıma oturub. Yəni ki, çox tez olub. Martın 12-si vurmuşam, martın 12-si də ki, gəlib. İndi may ayı üçün yenə vuracağam. Məsəl üçün, buradan 5290-ın 2000-ni çıxaracağam. 2000-ni çıxarandan sonra yenə bir gün ərzində gələcək, mənim hazırda bir gün hesabıma oturacaq. Amma Topstep'də elə deyil. Topstep problemi nədir? Problemi odur ki, o həmin rahatçılığı vermir. Yəni mən hesab alanda pul mənim kartımdan saniyəsində çıxırsa, o mən pulu çıxaranda pulun çıxarışım da elə olmalıdır. Aprelin 27-si fevralın 27-si payout üçün submit eləmişdim, çıxarış üçün. Mənə pul gəldi martın 4-ü. Yəni buradan ora yəni bir həftə vaxt çəkir. Yəni mən bir həftəni gözləmək istəmirəm. Yəni fon prop firmalar haqqında yəni ki bu qədər və buradan statistikamı da göstərim. O hesabda 76% win rate ilə bu son gün losing trade'lərim biraz çox oldu. Amma belə 4 günə kimi 100% idi win rate. Sadəcə mən riskli setuplar götürdüm. Yəni sadəcə pulu bugün çıxarmaq istədiyimdən ötəri. Biraz riskli setuplar götürdüm deyə yəni mənasız trade'lərim çox oldu biraz. Amma yenə də win rate yəni normaldır. 75, 70, 65-ə də düşə bilər. Yəni normalda bu aralıqda olur mənim win rate'im. İndi bu 5 saat saxladığım trade o əsas gəlirim o 4500 buradan göstərim. Və bir də yəni gələn videomda çalışacağam bu yəni bir aprel ayından bu yana kimi olan datamda. Apreldən bu yana kimi yəni 200 həftəlik data var. Yəni mənim daha böyük datam var. Yəni bunu kiçik bir data yaratdım ki YouTube'da izləyicilərdən sonra bölüşə bilim. Burada bütün girişlərimi strategiyaya görə niyə girmişəm, niyə çıxmışam, niyə error çox götürmüşəm, az götürmüşəm, hamısının üstündən bir-bir keçəcəm. Yəni mən də sizə məsləhət görərdim ki, əgər istifadə edəcəksinizsə, çalışın özünüzdə bir belə data tutun. Bura trading şəklini çəkib atırsınız, errori niyə girdiniz, nəyə görə girdiniz yazırsınız, bəs eləyir. Çünki sonradan özünüzə inana biləsiniz. Yəni doğrudan da bu strategiyanın win rate və yaxud başqa şeyləri işləyir. Yəni bu qədər dostlar, mən deyəcəyim bu qədər. Gələn videoya da bu data haqqında, daha çox strategiya haqqında çalışacağım video çəkeyim. Çünki çox adamlar soruşdu. Yəni daha yaxşı çalışacağım ki, daha yaxşı başa salım. Ümumiyyətlə söhbət nədən gedir bu strategiyada. Bu qədər dostlar, gələn videolarda görüşənədək.